Vallahi biraz o mövzuda danışanda tutuluram istərsənə. Çünki həm bir insanla qardaş olasan, həm döyüş yoldaşı olasan, həm kursant yoldaşı olasan. Bir il bir məktəbdə olmuş. Mən 4-cü kursanda 1-ci kurs oldu. O qədər şey dəliqanlı adam idi həqiqətən. Ona qorxma heç kim deyə bilməz. Sən kimsən ki, amma mən o söz deyəndə hiss elədim ki, bu sakitcə mənə qulaq asır. Və reaksiyada sərt reaksiya vermədi. Və belə başını yerlədi ki, qardaşım narahat olma. Vuran kimi silahı düşdü, özündən çox aralı getdi. Yəni özü də 200 metr sürüşdə elənsə qaldı. Getdim durdum başının üstündə ki, görüm nəsə deyirmi? Bir söz eşitmək istəyirəm də, bunda nəsə desin mənə. Gördüm, baxır, heç nə demir. Yəni, belə gözlərini belə eləyir. Yəni, alnından vurdum 2 güllə. Elə düz başının üzərində durmuşum. Yəni, bunu da əyilib çiynindən qopardım. İlk öncə bizim belə sakit, aram bir yerdə çıxış eləməyimizə səbəb olan şəhidlərimizin qarşısına baş əyirik, onların ruhu qarşısına baş əyirik və ailələrinə səbir diləyirik Allahdan. Mən ehtiyatda olan baş leytenant, Xüsusi Qüvvələrin baş leytenantı Əkbarov Orxan Şahidoğlu, eyni zamanda Xüsusi Qüvvələrin şəhidi leytenant Əkbarov Əmrahın qardaşı. 17 may 1996-cı ildə Ləriş rayonu Vədirqə kəndində anadan olmuşam. Məktəbə orada başlasam da sonradan Bakıda təhsilim davam eləmişəm və 11-ci sinif bitirib birbaşa hərbi akademiya sənəd vermişəm. Heydər Əliyev Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam. 4 il oranı oxuyub bitirəndən sonra sonuncu kursda artıq bizdə seçimlər var idi. Xüsusi qüvvələr üçün seçilmə mərhələsi var idi. Hansı ki, orada mən bilirdilər zaten çoxdan fikrimdə var idi ki, xüsusi qüvvələrə gedəcəm. Və elə oldu ki, seçimə gələn şəxslər də məndən, yəni həm boy çəki, həm bilik cəhətdən razı idilər, ona görə seçdilər məni. Seçiləndən sonra qısa bir müddət sonra, biz hətta kursu bitirəndən sonra biz məzuniyyətə də gedə bilmədik. 2 gün sonra bizi çağırdılar artıq Xüsusi Qüvvələrin kursuna, çünki artıq kurs başlamışdı və biz hətta gecikdik bir həftə ora, sonradan başladıq. 5 aya yaxın Xüsusi Qüvvələr kursunu keçdik, təməl komanda kursunda olduq. Mənimlə birlikdə Azərbaycan xalqının çoxsun tanıdığı şəhid Əzizov Xəyyam, şəhid Hüseynli Əmrah, şəhid Mirzəyev Elmar, qardaşlar, yəni zabit yoldaşlarımız bunlar idi, amma gizirlərimizdən də var bizlə eyni dönəmdə olanlar. Xüsusi qüvvələr kursu elə bir kursdur ki, yəni onu qısa bir sözlə və yaxud fikirlə ifadə eləmək mümkün deyil. Həqiqətən də, yəni mən düzdür, bütün dünyanı görə bilməsəm də, ən azından bir xarici ölkədə olmuşam və onunla nisbətdə deyə bilərəm ki, yəni Azərbaycan xüsusi qüvvələrini kursunu keçə bilən bir insan, yəni digər heç bir kursda əziyyət çəkə bilməz artıq. Çünki bizim kurs elə yetişdirirlər ki, yəni bildiyiniz, yəni dünya xüsusiyyətlərine ki, baxıb hansı ki, həsəd aparırlar, məncə o əksinə olmalıdır. Yəni Azərbaycan xüsusiyyətlərine baxıb həsəd aparmaq lazımdır. Hansı ki, bu 44 günlük döyüşdə də biz onu sübut elədik Allahın izni ilə. Kursu bitirdikdən sonra 2017-ci ildə artıq zabit kimi Xüsusi Qüvvələrin Ensaylı hərbi hissəsində xidmətə başladım. Mən birbaşa elə bir, o da bir Allah tərəfindən bir verici idi, nə edsəm mənə. Mən Mustafayev Nurlanın qrupuna düşdüm. Baş leytenant Mustafayev Nurlan, sonra kapitan rütbəsi aldı və kapitan rütbəsində şəhid oldu. Deməli, bəlkə də onunla bir qrupda, bölmədə xidmət eləməyim idi mənə belə yetişdirəm, necə deyim. Çünki insan o qədər mükəmməl insan idi. Yəni, həqiqətən bir insan nə qədər mükəmməl ola bilərsə, Nurlan ondan artıq idi. Onun haqqında danışmaq azdır. Yəni, danışmaq kiçildirsən. Yəni, nəysə deyə bilmirəm. Nəysə sanki ifadə elə bilmirəm. Hansı ki, o 100-dür 5-in deyirəm mən burada. 95-i qalır. O dərəcədə bir insan idi. Qısa müddət ərzində orada öz bilik və bacarıqlarımı artırdığımdan, necə deyim, komandirlərin məndən razı olmağından sonra mənə kursa göndərdilər. Türkiyə Xüsusi Qüvvələrinin kursuna göndərdilər. Orada da təməl komanda kursunda olmuşam. Demək olar, proqram eynidir. Sadəcə olaraq, yəni qardaş ölkədə biraz fərqli cəhətlər var. Orada da yenə eyni qaydada Hüseynli Əmrah idi, məndən eyni dönəm olub. Şəhid Hüseynli Əmrah, şəhid Əzizov Xəyyam. Bunlar orada da məndən dönəm olublar. Həmçinin Naxçıvan Xüsusi Qüvvələrindən baş leytenant Sadıqlı Məmməd Həsən də məndən eyni dönəm olub. Allah hər birisinə rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin eyni anda. Orada da kursu bitirdikdən sonra orada həqiqətən bizə çox başqa cür münasibət var idi. Azərbaycan xüsusi tənəffüsünə bir başqa cür qayğı var idi. Həm bizdən, biz ora kursa getməyimizə rəğmən bizdən çox şey öyrənirdilər həqiqətən. Yəni bu danılmaz bir şeydir. Çünki bizim
biz elə yetişdirilmişik ki, yəni bizim xüsusiyyətli qüvvələr təsəvvür edin 600 neçə nəfərdən bizdə kursu 30 neçə nəfər adam keçdi. Yəni döyüş bölməsi 30 nəfər adam getdi hətta. Yəni bizim kursdan da az olan heyət var. Eşitmisiniz yəqin ki 5 nəfər, 6 nəfər, 10 nəfər kursu keçən vaxtlar olur. Belə, yəni orada da bir çətinliyimiz olmadı şükür Allah. Orada da kursu tamamilə yekunlaşdırıb fərqlənməklə qayıtdıq Azərbaycana təzədən xidmətimizi davam eləməyə. 2019-cu ildən artıq mən baş kəşfiyyatçı olaraq xidmətə başladım xüsusiyyətli qüvvələrdə. Ta ki döyüş 44 günlük vətən müharibəsi başlayana qədər. 44 günlük vətən müharibəsi başlayanda artıq qrup komandiri müavini olaraq döyüşə qatıldım. Çünki bizim əlavə əmrimizə daxili qoşunlardan da xüsusiyyətlər verilmişdi. Yəni mən bir pillə yuxarı vəzifədə döyüşmüşəm. Döyüşə biz başlayanda Kəlbəcərdən Murovdağ istiqamətindən başlamışıq. Hansı ki oranın relyefi hər kəsə məlumdur. Yəni orada boş yüngül çəki ilə belə insan orada nəfəs almaqda çətinlik çəkir. Hətta bir yoldaşımız vurğulamışdı orada atlar, yəni nəfəs ala bilmirdilər, atlar yükü daşıya bilmədi. Bizdə də yük o dərəcədə idi ki, yəqin ki məlumatınız var, çox ağır idi yükümüz həqiqətən. Yəni normal 50 kilo, 52 kilo üzərimizdə yük var idi. Çünki döyüş təzə başlayıb, hər bir şey üzərimizdədir. Heç bir şey, yəni qırağa hər nə istifadə olunmayıb, nə də ki kənara qoyulmayıb. Həm də müharibə elə bir şeydir ki, o şəraitə düşməmişdik əvvəlcədən. Bilək ki, belə bir şey lazım deyil, bu lazımdır. Ona görə də hər ehtimala qarşı nə ki var idi, üzərimizdə götürmüşdük. Kəlbəcər istiqamətində irəlilədikdə gəlib orada canavar post, düzdür, o postları biz o qədər yaxşı, yəni biz orada xidmət eləməmişik. Yəni sadəcə orada deyiləndə eşitmişik adını. Orada çatanda bizim maşın, avtomobil orada çatan kimi çatan dəqiqəsində bizim maşına vurdular, təsəvvür eləyin. Biz orada düşməmişdən maşından, hansı ki bizim sürücümüz var idi, Bayramov Elnur, çox professional sürücüdür həqiqətən. Həm də gizirdi, mənim kəşfiyyatçım olub və çox savadlı da gizirdi. O maşını saxlayan kimi, hansı ki dedi ki düşün, o düşün deməyi ilə bir yerdə mərmi də düşdü, təsəvvür eləyin. İçində zabitlərimiz, gizirlərimiz, şəxsiyyətimizin əksəriyyəti yaralandı. İçə mən daxil hamımız yaralandıq. Sadəcə belə bir şey var idi. Oradan yəni çıxarılası vəziyyətdə olanlar var idi. Bir də məsələn mən sadəcə biraz ağrımışdım məsələn. Heç bir şey problem yox idi və mənim oradan çıxmağım qeyri-mümkündür. Ondan mən istəməzdim də zaten. Biz davam elədik döyüşə. Bəziləri oradan təxliyə olundular deyə, çünki vurulmuşdu maşın. Biz davam elədik. Yuxarı qalxdıqca o yol, yəni ziqzaqvari belə bir yoldur. Oraya qalxdıqca yolların koordinatını o qədər dəqiq bilirlər ki, yəni minamyotla yolu vururdular. Ancaq, yəni necə deyim sizə, məsafəli şəkildə irəliyə beləncə qalxdıq. Həm də mənlə bir döyüş yoldaşım var. İndi xidmətdədir, yəni adını çəkə bilmirəm. Düz təsəvvür edin, ortamıza mərmi düşüb, ortamıza. Yəni anında orada refleks göstərməsən, insan yəni orada sağ qala bilməz. Yəni elə təsəvvür edin, gedib çatmışıq zirvəyə. Ondan sonra da gecəni orada qalıb səhər təzədən istiqamətimizi susuzluq istiqamətinə irəliləmişik. Susuzluq istiqamətinə irəlilədikdən sonra hardasa bir 10 kilometr, bəlkə də 14 kilometr irəliləmişdik ki, hansı ki susuzluq yüksəkliyinin ətəyinə çatmışdıq. Oradan bizi təzədən geri qaytardılar. Çünki nəsə bir kəşfiyyat məlumatı alınmışdı. Da dəqiqliyi ilə bilmirəm. Sadəcə biz geri qaytarıldıq. Yəni əsas bizə gələn komanda idi. Biz geri qaytaranda o qədər, yəni dediyim kimi həm havanın sıxlığı, həm üzərimizdəki çəki, həm yorğunluq, bunlar hamısı bunları nəzərə alanda həqiqətən çox çətin vəziyyət alınırdı. Biz oradan geri çəkiləndə bir də bir narazılıq var idi üzərimizdə. Sanki döyüş bitibmiş kimi, yəni axı heç nə əldə eləməmişik də, bildiniz necə. Üzr istəyirəm, əvvəlcə ora gedəndə belə bir hadisə baş verdi. Deməli, bizim bir taborumuzun heyəti orada mobil qruplar yaratmışdı düşmənlər. 5-5, 10-10 belə yaradıb yerləşdirmişlər. Onlarla döyüşə girdilər. Biz nə qədər desək də, həqiqətən mən daxil, yanımızdakı şəxsiyyət daxil ki, bizə də deyində, biz də gedə kömək eləyək onlara. Dedilər ki, ehtiyac yoxdur. Yəni, o qrup, o tabor kifayət eləyir. Və ciddən, yəni, o kursda öyrəndiklərimiz var idi. Həm burada, həm Türkiyədə, həm fərqi yoxdur, dərs vaxtı və öyrəndiklərimizi
hamısının icrasını görürdük oradan. Qıraqdan sanki qalıb film izləyirmiş kimi baxırdıq və əlimizdən də heç nə gəlmirdi. Düzdür, onlar özləri kifayət edirdilər. Zaten bizim xüsusiyyətli qüvvələrin heyəti elədi ki, vallahi yəni şişirtmək kimi çıxmasın. Yəni bir nəfəri zaten o 5 nəfərini kifayət edir. Sadəcə biz qıraqdan baxmağımız həm həyəcanlı gəlir, həm də ki istər-istəməz kömək eləmək istəyirik yoldaşlarımıza. Təsəvvür eləyin o 1-1, 2-2 çıxmaqlar filan. Yəni o kursda gördüyümüzün hamısını onlar orada tətbiq edirlər. Qumbara atırdılar. Məsəl üçün partiyana qədər yatırdılar, partiyandan sonra qalxıb təzədən irəliləyirdilər. Yəni kapitan Abdullayev Rəşad şəhid, Vətən müharibəsi qəhrəmanı və onların qrupları, onların heyəti. Və orada kapitan Məmmədov Rəşad hətta yaralandı. 17 saatda yaralı qaldı. Təxliyəmiz mümkün olmadı. Yəni şəhid oldu. Allah rəhmət eləsin. Çox bacarıqlı zabit idi. Yəni haqqında eşitmişsiniz yəqin ki, çox bacarıqlı, çox savadlı, yəni həqiqətən də mükəmməl bir insan idi. Allah rəhmət eləsin bir daha. Ondan sonra bir də gənc bir gizirimiz var idi, Daşdəmirov Orxan. O da orada şəhid olmuşdu. Sonra Suzluq həddindən qaydanda, hansı ki sözü qoyub keçmişdim ora, oradan qaydanda dediyim kimi o qədər yorğunuq ki, təsəvvür edin 10 metr getməyi belə özümüzə bilirik də, yəni 10 metr gedə oturaq, 10 metr gedə istirahət edirik, o dərəcədə yorğunuq, nəfəs almaq olmur, iş orasıdır. Cəbrayılov Vaqifdir, mənəm, 1-2 nəfər də heyət vardı, onlarla paralel iləriləyirik belənsə. Mən orada bir çay kimi, bir arx kimi bir su keçirdi. Su, həmin dövrdə su, həmin vaxtda su tapasan, yəni biraz mümkün deyil də sudan kənar keçəsən. Su içdik orada, su içmək üçün düşəndə veşmişokumu çıxartmışam, qoymuşam qırağa, keçib su içib təzdən davam eləmişəm. Yəni veşmişok qalıb orada. Daha doğru qalxırıq, gəldiyimiz yeri geriyə də. Elə rahat qalxıram, öz-özümə fikirləşirəm ki, yəni bu suyun bu qədər gücü var idi, bu nə suyu idi belə. Həqiqətən, o qədər yorğunam. Nəsə, xeyli irəlilədikdən sonra əlimi atdım çiynimə ki, bəs çiynimdə veşmişok yoxdur da, hiss eləmirəm, təsəvvür eləyin. Təzdən oradan qayıtmışam dala, qaça-qaça suya doğru. Hamıdan da soruşuram, hamı yorğundur. Yəni, enerjisini sərf edib cavab verməyə şey eləmirlər də insanlar. Şəhid Əsgərov Musa, Allah rəhmət eləsin, o qayıtdı, mənə deyir ki, dedi qardaş, var idi orada, suyun yanında bir dənə veşmişok var idi, get yaxınlaş görəcəksən. Mən də o suyu hardan görmüşüm, qaranlıq zülmət idi, yəni orada gözü görmürdü. Təsəvvür edin, suyun biraz hündür, mini şəlalə kimi deyək, oradan axma yeri var idi. Oradan su içmişdim deyə, yadımda qalmışdı. Gəlib o səslə axtardım, həmin yeri tapdım şırıltı ilə və veşmişoku necə qoymuşdum. Həmin istiqamətə əlimi atdım, gördüm ki, veşmişok oradadır. Təzdən götürüb qoşuldum heyətə, irəlilədim. Bir xeyli gələndən sonra təsəvvür eləyin, dediyim kimi də, yəni bizdə həm o prinsipləri də bilirdik, əməl də elirdik, sadəcə yorğunluq filan da var idi biraz. Yəni 300-5-5 belə yığılırdıq. Biz çox yığılmırdıq ki, bilirdik də, yəni ki, bu olmaz, bu yol verilən bir şey deyil. Bir qaya var idi, onun yanına gəlib çatanda 3-5 nəfər var idi orada. Gördüm ki, nəsə çox adam, tünlük var, Cəbrayılov Vaqif yanımda. Elə dedim ki, bəs durun, gedək biraz irəli. Biz biraz bu heyətdən ayrılaq, biraz irəli gedək. Yəni burada adam çoxdur. Təsəvvürən biz durub getmişik, bizdən də arxadakı heyətdən də ora gəlib çatıblar. Yəni təxminən 10-15 nəfər adam var idi orada. Mən, Cəbrayılov Vaqif və 2 nəfər də döyüş yoldaşımız vardı. İndi xidmətdədirlər deyə adlarını çəkə bilmirəm. Biz onlardan biri 10 metr falan yuxarıdaydıq. Yəni zirvəyə doğru qalxırdıq. Oturmuşduq yanaşı, həm də biraz istirahət edirdik ki, qalxaq. Bu anda bir mərmi səsi gəldi. Yəni başımı tutdum, saldım aşağı. Digər uşaqlar da eyni qaydada, yəni mərmidən qorunmaq üçün. Amma bu partlayış elə oldu ki, bilirsiniz necə? Bir var, bir də mərmi düşür, bilirsən ki, partlayandan sonra başı qaldırır. Bir də partlayış ardıcıl idi. Yəni mən hətta fikirləşdim ki, yaylım atəşidir bu. Həm də qayalıq yeri idi. Yəni dedim ki, yaylım atəşidirsə, yəni buradan sağ çıxmaq mümkün deyil. Çünki qayalar da dəydikcə onlar da qəlpə verirlər. Başımı qaldırdım, yaylım atəş deyilmiş. Sadəcə 120'li minomyot atmışdılar onlar. Bizim uşaqların üzərindəki qumbaralar partlamışdı, F1'lər falan, belə bir şey olmuşdu. Təsəvvür edin, 4 nəfər yanaşı oturmuşuq. Hətta biri mənim sağımda, biri mənim solumda. Belə mən ortadayam. Başımı qaldıranda artıq heç nə eşitmirdim. Yəni heç bir şey, ancaq gürültü var idi. Belə bir qəribə səs var, hansı ki, zərbə dəyəndə işte. O səs var idi, amma heç bir şey eşitmirdim. Vaqif idi yanımda, digər də yoldaşlar. Hansısa bir, necə deyim, mistik bir qüvvə sanki mənə
belə ayıltdı ki, bir özüvə gəldi, yəni. Özüvə gəl, gör nə olub, bir qiymətləndir. Həqiqətən, valla, baxdım, bir yanımdakı yoldaşı, dedim, qardaş, sənə nə olub? Dedi ki, mənim dizimə dəyib. Onun, dedim ki, gözdə kömək eləyəcək sənə. Digər yoldaşım uzanmışdı, başım belə tutmuşdu, o qapalı kəlləbəyin travması almışım. Mən də orada qapalı kəlləbəyin travması almışam. Onu silkələdim, gördüm ki, bu heç özündə deyil. Ona görə dedim ki, ona kömək elə bilməyəcəm. Fırlandım Vaqifə tərəf, Vaqif gördüm ki, üzü qanın içindədir bütün. Yəni, o sizə özü intervyu verib, tanıyırsınız o şan. Qanın içindədir və həqiqətən qorxdum. Çünki üzü hissəsində yara olanda o biraz ağırlı bir şeydir. Yəni, digər yaralar da elədir. Sadəcə, yəni, üzü elə bir şey, bilirsiniz də, yəni, bu gözdür, başda belə bir yerdir. Dedim, sənə nə olub? Görüm, cavab vermir. Tutdum, kaskasını çıxartdım başından. Birinci dedim ki, buna kömək eləmək lazımdır. Digər yoldaşa ardıca kömək eləyəcəm. Kaskasını çıxartdım başından, əlimi beləcə üzünə sildim, qanı filan belə təmizlədim, bacardığım qədər. Gördüm ki, burasında qəlpə elə bir şey aparıb burasını, yəni sümük görsənərdi. Tez bu bir gözünü tutdum əlimlə. Əlimlə tutdum, dedim ki, məni görürsən bu bir gözündən. Dedim, hə, dedim, sənə heç bir şey olmayıb. Narahat olma. Yəni, o sözüm öz də deyir, o sözün deyir, məni diriltdi sanki orada. FSB-sini çıxartdım, hamımızda FSB var idi. Onu çıxartdım, qoydum üzünə, dedim ki, yəni, burada daha başqa sənə yardım göstərə bilmərəm. Onu bir də beləcə sıx üzvə uzan yerə uzandı. Mən artıq başladım yanımdakı digər yoldaşa kömək eləməyə. O da dizindən yaralanmışdı, şalvarını kəsdik, onu yardım eləməyə. Artıq uşaqlar gəldilər, çatdılar kömək eləməyə. Yəni, bizim tip xidməti, gezirlər falan gəldilər, çatdılar. Oradan yuxarıya çıxana qədər həmin o dizi yaralanan uşağa kömək eləmişəm. Yəni, bacardığım qədər əlimlə itələmişəm, silahını götürmüşəm. Öz silahımı ona vermişdim, onda PK dedi, ağır silah idi, mən də yüngülsə verdim ona ki, ondan geçsin, mən onun silahından çıxdım. Yəni, o yuxarı çatana qədər təxminən bildirəm, yəni ki, necə çatmışam, necə olub, dedilər, məsələn, kapitan Abdullayev Rəşad şəhid olub, orada şəhid olan uşaqlardan Əsgərov Musa idi, Məmmədov Kənan idi, Leytenant Məmmədov Kənan, Qurbanov Ruslan idi, digər yoldaşlarımız idi. Yəni, yuxarı çatandan sonrası, inanın ki, həqiqətən biraz həm qaranlıq kimi qalır mənə, həm də ki, amma onu bildirəm ki, bir söz eşitdirdim ki, deyirlər, hamı təxliyə olunur, narahat olmayın. Belə deyə maşına minmişəm və bir də ayıldım ki, artıq hospitaldayam, Gəncə hospitalındayam. Yəqin fikirləşirəm ki, yəqin məndən sonra yenə nəsə olub. Yenə nəsə olub ki, mənə nəsə olub, gətiriblər buna. Hospitalda da, Gəncə hospitalında da yer yox idi. Yəni, o qədər sıxlıq idi deyə bizi göndərmişlər 777 sayılı hərbi hissənin tip bölməsinə. Orada ayıldım, birinci qorxa-qorxa baxırdım bədənimə, həqiqətən ayağıma filan baxıram, görürəm ki, hamısı yerindədir. Güzgü filan da tapa bilməm, nəsə axtarıram ki, nə problemim var ki, mən bura gətiriblər. Əsirəm ayaq üstə, yəni titriyirəm, qala bilmirəm. Qapalı kəlləbəyin travması almışam mən orada. Getdim, yaxınlaşdım ki, bəs mənə bura kim gətirib məni, niyə gətirmişsiniz məni? Dedilər, qardaş, bəs sən özündə olmamısan, gələndə bura baro travma almışsan, kəlləbəyin travması almışsan filan. Nəsə dedim ki, yox da, mənim heç bir şeyim yoxdur. Məni burada saxlaya bilmərsiniz. Biz də orada eşitmişdik ki, həqiqətən zabit gezirlərə könüllüdür. Yəni, zabit gezirlər, Vaqif özü məsələn yaralanıb təzədən qayıtmışdı. Bizə yaralılar qayıda bilərlər. Yəni, kapitan Məmmədov Elvin var, qardaşımız. O Şuşaya ağzı sarıqlı girib, görmürsünüz, həmin qardaşımız. Yəni, bizdə elə bir şey problemi yoxdur da. Mən də qayıtdım, orada bildirdim ki, yəni, mən mümkün deyil də burada qalam. Mən 4 il xüsusiyyətli qüvvələrdə xidmət eləmişəm. Yəni, bu 2 gün üçün gəlməmişəm də, mən əgər döyüş gedirsə, mənə buraxın gedim. Sonra bizim qüvvələrdən nümayəndə gəlmişdi, ona bildirdim fikrimi, dedim, bəs belə. Dedi, keç otur maşına, get, problem yoxdur. Getdim, oturdum maşına, sonra həkimlər buna nə dedilərsə, təzdən yenə gəldi. Mənə dedi ki, sən həkimlər, düş, səni sabah aparacam. Mən dedim ki, yəni, belə uşaq deyilik də biz burada. Bugün sabah fərqi nədir? Dedi ki, yox, maşında yer yoxdur, mən oturacam orada. Amma sənə söz verirəm, sabah aparacam. Elə oldu ki, həqiqətən də sabah gəldi, gələn kimi də mən oturdum maşına. Dedim ki, düşməyəcəm buradan. Dedi, hə, problem. Dedim, bəs mənim qardaşım orada döyüşür. Qardaşımdan əlavə qardaşlarım döyüşür də. Yəni, mənim nə bu kiçik yara yox, belə əsasın başqa bir yarada olsa, insan həqiqətən adamın ürəyi səbr eləmir də, qalmaq eləncə. Oradan oturdum maşına gəldik. Gəldik, təsəvvür edeyim, mən hospitalda olduğum müddət ərzində bizim heyətdə istirahətdə olub, bərpada olublar. Yəni, bunlar döyüş sərbəndə. Çünki özümə onu stimulu verirdim ki, yəni, bunlar da istirahət ediblər də. Yəni, şükür Allaha, mənsiz bir tapşırıq olmayıb, elə bir şey. Gəldik, ondan sonra
Elə mən çatan kimi bir yarım saat, 1 saat çəkmədi ki, dedilər çıxırıq tapşırığa. Çıxırıq dedilər, çıxdıq oradan tapşırığa, Füzuli tərəf idi. Füzuli tərəfdən deməli irəlilədik. Yəni ərazilər ola bilər tam yadımda qalmasın, çünki bir yerə qədər, necə deyim sizə, gedib çatdırılırdıq, ondan sonrasına biz davam edirdik. Təsəvvür eləyin, bir yerə getdik, çatdıq, Daşkəsən kəndi var, Cəbrayılın. Xocavəndin, yoxsa Cəbrayılın kəndidir. O kəndi çatanda öndə bir postdan qarşılaşdıq, yəni düz marşrutumuzun üzərində idi. Bir postdan qarşılaşdıq, uçuş aparatları falan var idi, onları uçurtduq, baxdıq ki, yoxladıq, yəni bunlar ermənilər idi. Onlar da duyuq düşdülər, bildilər ki, bizi, başladılar atəş açmağa bizə. Oradan elə bir mövqe idik, yəni uyğunsuz mövqedə gəlib tutulduq ki, onlara belə deyə aşkara çıxdı. Aşkara çıxdı dedən gündüz vaxtı idi. Sadəcə, yəni biz boş bilib o əraziləri elə irəliləmişdik oradan, yoxsa marşrutu fərqli seçərdik. Həm də o post boşaldılmış deyilmişdi bizə. Nəysə, oradan bizi atəşə tutdular. Yəni bütün demək olar silahlarından, uzaq mənzilli silahlarından, SPG-lərindən filan. Oradan belə bir dərəfason bir yeri idi, təsəvvür edin. Yəni biz ancaq və ancaq sürətlə çıxa bilərdik orada, başqa heç cür mümkün deyildi. Oradan gəldik, bir yerdə uzandıq, təsəvvür edin, o dərənin artıq çıxacaq hissəsinə. Yəni buradan çıxmalı ki, o səngərə çataq. Səngərə düşsək, ən azından bizə atışları çatmayacaq. O hansı ki, çıxacaq hissədə uzanmışam, istəyirsən, 5 metr, 10 metr qaçıb uzanırıq da, hədəf kiçilmək üçün. Vallahi, yəni, bəlkə də onu dəqiq təsvir elə bilmərəm. Yəni, güllə yağış kimi yağır da üzərimizdə. Belə uzanmışam, yəni sağıma, soluma, hər yerimə güllə dəyir də, yəni görürəm onu. Deyirəm ki, yəni mən burada heç bir hədəf kiçiltməmişəm də, mənim burada uzanmağım ağılsızlıqdır. Bu güllələrdən biri də mənə dəyəcək. Hansı ki, həqiqətən də mənlə yanaşıb 200 metr solda eyni vəziyyətdə bir zabitimiz şəhid oldu, şəhid İsmailov Aslan, baş şeytan. Yəni, o qardaş düzdür, orada güllədən qaçmaq mümkün deyil. Sadəcə, yəni birini Allah bizi qorudu da, yəni kimə ki güllə dəymədisə onlar. Orada durdum, qaçıram, vallahi biz sadəcə filmlərdə elə bir şey görmüşük. Ayağımın altından güllə yağış kimi yağır. Qaçıram ki, da səngərə çatım da, başqa cür mümkün deyil. Sağ-sol qaçıram, özümü səngərə bilirsiniz necə atdım. Yəni, təsəvvür eləyin, o boyda mən bayaq dedim ki, belə çətin kurs keçmişik də və yaxud Türkiyədə kurs keçmişik filan, o qədər normativimiz olur falan. Heç bir şeydə, bunun 1% ola bilməzdi. Təsəvvür, o gərginliyi, o həm də veşmişək, hər şey üzərimizdə. Özümü səngərə belə çatdığım kimi atdım, təsəvvür, belə uzandım da səngərə. O da yağış yağmışdı deyəsən, ora gecə palçıq idi. Bütün palçığın içində oldum, təsəvvür eləyəm valla. Yəni, mən sursatlarımı, burada bir cibimiz var idi, torba kimi bir şey, ora yığmışdım. Bütün sursatlarım onun içindəydi, düz bir dənə daraq silahın üstündəydi. Orada bir də ayıldım ki, yoxdur yanında. Şəhid Məmmədov İbrahim var idi, Allah rəhmət eləsin, o da səngərdə idi. Artıq səngərə 3 nəfər çatmışdıq. Yəni, biri ehtiyatdadır bu dəqiqə, Rəhimov Ramal, mənim snayperistim idi, həm də badim olub döyüşdə. O idi, Gizir Məmmədov İbrahim idi və bir də mən, üçümüz çatmışdıq səngərə hələ ki. Bunlar artıq atış edirdilər o düşmənə doğru ki, yəni görməsək belə atış edirdilər ki, bizim şəxsiyyət rahat çıxa bilsin. Mən isə təzə çatmışdım deyə səngərə, inanın ki, nəfəsi çatdıra bilmirdim. Nəfəsimi dərib, deyirəm ki, mən də qoşulum atışa, kömək elim uşaqlara. Haradasa bir xeyli özümə gələnə qədər çəkdi, bir də baxdım ki, yəni sursat düşüb də arxada. Yəni, bunu çıxıb həmin o güllə yağışını götürmək var. Onda Gizir Məmmədov İbrahim mənə qayıtdı ki, bəs komutan, narahat olma, burada yaxındadır, 1 metrliyindədir. Təsəvvür, o qədər deyirəm şey var ki, gərgin atış var ki, intensivliyi var ki atışda. Əlimi atıb götürə bilmirəm torbanı, o qədər atış gəlir, risk eləmirəm götürməyə. Təsəvvür edin, necə oldu, vallahi bir yuxu kimidir. Səngər 1 metr əlimi atıb götürəcəm də, yəni sumkanın, təsəvvür edin, çantamı. O balaca bir çanta torbadır, prosto sursat onun içindədir. Bütün gücümü yığdım, 1 metr özümü atdım, sonra götürüb düşdüm, vurdular oranı, Allah haqq, yəni snayperinə təsəvvür eləyin. O anlıqda, 1 saniyə geciksəm, yəni mən vuracaqdılar. Orada bütün şəxsiyyəyə çıxdı, bir dənə şəhidimiz İsmailov Aslan oldu və digərləri, mən də qoşuldum, atışa kömək edim. Hər çatan uşaq da başlayıb avtomatik kömək eləməyə deyənə, çıxdılar şəxsiyyət rahatçılığına. Ondan sonra artıq mən biraz, bizdə həqiqətən şəxsiyyət çox, yəni üzərində işləyirlər, həm
bacarıqlarını artırırlar. Topoqrafiyanı ümumiyyətcə bizdə demək olar heyət yaxşı bilir. Sadəcə mən biraz topoqrafiyanın biraz başqa cür bağlılığım vardı həqiqətən. Həm çox sevirdim o fənni, həm də zabit olaraq mənim yəni peşəm bir növ o idi. Ona görə mənə tabor komandirimiz dedi ki, sən xəritəni götür. Bir də şəhid Abbaslı Arif var idi, Allah rəhmət eləsin. Çox savadlı zabit idi, həddindən çox savadlı, düşüncəli zabit idi. Ona da GPS, o da GPS-i çox mükəmməl bilirdi. Ona dedilər ki, sən də GPS-lə ikimiz ən qabaqda gedin, taborun qabağında. Elə irəliləməliydik. Elə irəlilədik, xeyli elə irəlilədik, gəldi digər taborumuza birləşənə qədər. O, bizim digər taborla birləşəndən sonra orada yenə də nəsə bir kəşfiyyat məlumatı alınmışdı filan, təzədən yenə geri qayıtdıq, yenə həmin yollar təzədən səhərsi gün getdik. Nə demək istəyirəm, gəldik, təzədən düşərgəyə qayıtdıq. Həmin günü tapşırığımız necə alınmadı, yəni kəşfiyyat məlumatları elə gəlmişdi ki, yəni alındıra bilməyəcəkdik deyə. Geri qayıtdıq, bərpaya qayıtdıq. Bir gün bərpadan sonra, bir neçə saat, yəni gecəni qaldıq, səhər artıq bizi, belə deyək, bizim xüsusiyyəti qüvvələrdən heyətlər ayrılırdı, hansı ki, motatçı qüvvələri taborlarını ayrı-ayrı, məsələn, hər 6 nəfər, hər 5 nəfər bir heyəti gətirsin. Bizdə də yəni 6 nəfərlik heyət var idi, orada da başçı mənə təyin edilər və 702 saylı hərbi hissənin bir taborunu mən apardım döyüşə. Yəni bizi onlara verdilər, onlarla bir yerdə başladı fəaliyyət icra etməyə və mən şəxsiyyətdən aralı düşdüm. Təsəvvür edin, həqiqətən, yəni insan bir-birinə o qədər öyrəşir xüsusiyyəti qüvvələrdə, yəni öz qrupunla, öz bölümünlə xidmət eləmək, yəni döyüşmək o qədər asan gəlir ki insana. Təsəvvür eləyin və mən o heyətin 702 saylı hərbi hissənin o taborunun, bütün taborları elə idi, əksər heyət könüllülərdi. Yalnız deyəsən zabit gizirlər qalmışdı və digərləri könüllülər idi və könüllü də vallahi necə deyim, o bizdən bir döyüş bacarığında ola bilməz və yaxud digər. Düzdür, həqiqətən çox içlərində çox vətənpərvər, necə deyim, ürəkli insanlar çox idi, hədsiz çox idi. Sadəcə istəməklə hər şey həll olmur, sadəcə bacarıq da lazımdır onun üçün. Yəni biraz döyüş bacarıqları zəif idi deyə. Mən apardığım tabor ki var idi, hansı ki mən hədəf bizə təyin olunan yerə onu aparıb çatdıran, bizim bölmələrin ələ keçirdiyi yerlər ki var idi, onları aparıb çatdırmalıydım. Ora çatdırana qədər bizim heyət bir şəhid vermədi. Təsəvvür, mənim apardığım tabor bir nəfər belə olsun şəhid vermədi. Yəni, yenə deyirəm, bu topoqrafiya bilməyim burada çox köməkli idi mənə. Sadəcə, mən xəritə ilə elə davranırdım ki, yəni, digər yanımdaşlar, məsələn, deyəndə ki, buradan gedək, məsələn, onlar buradan gedək, mən dedim ki, xeyr, oradan deyil, buradan getməliyəm buna görə. Və ona görə də həqiqətən düzgün qərar qəbul etməyimə görə apardığım taboru şəhidsiz çıxartdım ora. Düzdür, o taborun komandiri mənə öz təşəkkürünü bildirmişdi, sağ olsun. Düzdür, borcumuz sadəcə yəni bildirdi ki, həqiqətən bizim tabor, yeganə tabor şəhidsiz gəldi, çatdı bura. Təsəvvür 80 nəfərdən artıq könüllü heyəti biz o cür idarə edib gətirib çatdırmışdıq hədəfə. Ondan sonra o şəxsiyyəti ora yerləşdirdikdən sonra artıq biz öz bölmələrimizə qoşulduq. Yəni öz bölmələrimizlə fəaliyyətə başladıq yenidən. Bizim bölmələrində tam öz öndə olan bölmələr yox, təminata qoşulduq. Sonra gedib çatacaqdıq bölməmizə. Orada deməli belə bir nüans oldu. Mən gəldim bir yerə çatdıq. Soruşdum burada hansı bölmələrdir? Dedilər ki, filan tabordur. Gördüm ki, qardaşımın olduğu tabordur. Təsəvvür edin, dedilər ki, bu dağı aşsan, onları görəcəksən. Mən orada bütün, necə deyim sizə, silahımı, sursatımı, hər şeyi çıxartdım, bildiyi sadə formada, adi bildiyi, sivil insan kimi. İstədim, dedim qardaşımı bir görüm. Çünki qardaşım gəncdir, istərsəməz, o təzə gəlmişdi xüsusiyyəti qüvvələrə, 2 ay falan idi, gəlmişdi. Dedim, bir dənə görüm, həm biraz məsləhət verim, həm biraz ruhlandırım. Elə oldu ki, təsəvvür edin, heç bir şey üzərimdə yoxdur. Mən getmək istəyirəm qardaşımı görməyə, bizim olduğumuz yerə basqın elədilər ermənilər. Heç bir şey üzərimdə yoxdur. Özümü, necə deyim, oradan necə atdımsa kolluğun içinə, təzədən veşmiş şeydir, naquni kimi falan tapmağım, geyinməyim. Yəni, biraz belə bir hadisə yadıma gəldi, onu dedim, sizə çatdırım. Ondan sonra görə bilmədim, yəni nəticə etibarına gedib qardaşımı görə bilmədim. Döyüş müddətində ümumiyyətcə bir dəfə danışdım qardaşımla, telefon əlaqəsi saxlayıb, o da səsi qırıq-qırıq gəlirdi, tam başa düşmədim. Amma belə, yəni, çox eşitmədim. Deməli, ondan sonra biz öz heyətimizə dediyim kimi qoşulduqdan sonra bizdə belə bir vəziyyət oldu ki, dedilər 6 nəfər öncü ayrılsın,
Bizdə də hardasa bir 40-50 nəfərə yaxın studentli var idi orada. Və bir də yenə həminki bizim gətirdiyimiz könüllülər, mənim gətirdiklərim, digər altılıqların gətirdikləri könüllülər, harasa bir 100 neçə nəfərdə könüllülər var idi. Dedilər, biz 6 nəfər ayıraq, onlar qarşıda getsinlər və 200-300 metr qarşıda getsinlər, bir 500 metr qarşıda getsinlər ki, şəxsiyyət rahat gələ bilsin arxadan. Bizdə elə 6 nəfər deyən kimi zaten bizdə hazır idi. Elə ikisi bizim 2017-ci il buraxışlar olmaq şərtindən İndi xidmətdədirlər deyə adlarını çəkə bilmirəm. İkisi onlar, mən, bir gizirim var idi, onu çağırdım, o gəldi. Yəni 6 nəfər düzəldik. Bir də yəni 6 nəfər yox, 5 nəfər düzəldik. 6-cı adam yəni arxadan dedilər gəlir. Dedilər gəlir. Biz uje 5 nəfər başladıq irəliləməyə. İrəlilədik. Təsəvvür eləyin, mənim çağırdığım gizir mənim yanımdadır, amma bir zabit yoldaşım var, onun çağırdığı gizir hələ gəlib çıxmayıb. Yəni düz heç bir şey fikirləşmir, gələcək. Sadəcə nəyi demək istəyim, çatdıracam sizə fikrimi. Təsəvvür eləyin, 200-300 metr aralanmışdıq, gördüm arxadan bir nəfər qaça-qaça gəlir. Yəni yenə deyirəm, döyüş orada, yəni 200 metr elə qısa bir məsafə deyil, həddindən çox məsafədir. Yəni o boyda məsafəni tək qaça-qaça gəlib bizə çatıb. Soruşdum ki, bəs adını da bilmirdim, sonradan öyrəndim qardaşın adını. Hüseynov Cavid, şəhid Hüseynov Cavid. Deməli, çağırdım ki, dedim, nəyə qaçsan, arxanca qovan var, sən tələsmə də çatmısan bizə. Biraz da belə kobud danışığı var idi, necə deyim sizə. Həqiqətən belə mərd insan idi. Səsindən, görünüşündən adama o hissi verir. Qayıtdı ki, komutan, bilirsən niyə qaça-qaça gəldim? Dedim, niyə qaça-qaça gəldim? Deyir ki, komandirin adını çəkdi. Deyir ki, komandir deməsin ki, Cavid qorxdu, gəlmədi. O sözü həmişə, mən həmişə yəni, reportaj verəndə və yaxud çıxış eləndə deyirəm. Dostlarıma da söhbət edəndə danışam ki, Cavid. Təsəvvürən o insanı mən oradan tanımışam və orada dərhal elə ondan sonra döyüşə girdi. İndi o döyüşü danışacağım sizə necə oldu. Və bir gün sonra sağollaşdıq. Amma yəni o insan məndə elə təəssürat yaradıb ki, elə bilirəm, yəni sanki illərlə tanımışam. Hətta uşaqlığımdan elə bilirəm ki, mən Caviddən bir yerdə böyümüşəm, sanki. Elə bir mərd uşağı idi. Allah onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Deməli, gəldi, qoşuldu bizə 6 nəfər irəliləyirik. Gəldi, bir mövqeyə çatdıq. Gördük ki, bütün silahlar bizə tərəf tuşlanıb, yəni bizim gəldiyimiz istiqamətdə PK-dır, sursatı ilə dolu, RPG-7-nin belə hətta mərmisi qoşulub bizə tərəf baxır, sadəcə heç kim yoxdur postda. Bir növ rahatlaşırdıq, yəni görürük ki, bunlar yəqin qaçıblar. Sizə söhbət edirəm, Hadrutun bizə tərəf olan, hansı ki, Cəbrailin vişqalarına tərəf olan hissəsi ki var, o yüksəklik, oradan danışıram. Yəqin çox yerdə eşitmişsiniz 6 nəfərlə bir post almaq söhbəti, yəni həmin heyəti danışıram. Yəni həmin heyətin içində mən olmuşam, mənim kimi digər qardaşlar, Hüseynov Cavid və digər 4 nəfər qardaşımız olub. Orada gördük ki, burada postu qoyub gediblər, ermənilər. Nəsə, biraz rahatlaşdıq. Biraz gəldik, bir irəliyəndən sonra meşəyə gəldik, çatdıq. Meşədə elə bir yerdir ki, meşədə yəni gizlənəni tapmaq, belə baxışla görmək mümkün deyil. Bir ağac sonra gizlənsə görə bilməyəcəksən. Oran məcbur kontrol atışı eləməli idik. Uşaqlara dedi ki, hamı atsın. Əstəğfurullah, birinci 6 nəfər altımızda ora bir 10-15 güllə atdıq. Gördük ki, səs yoxdur. Yəni, heç bir səs yox idi. Təzədən yenə başladıq irəliləməyə. Yenə başladıq irəliləməyə, gəldik, bir harasa 150-200 metr irəliləmişdik ki, bir çadıra rast gəldik. Düşmən çadırı. O çadırı görəndən sonra orada da səssizlik idi. Sadəcə yəni, bir növ bizə şey idi ki, yəni heç kim yoxdur orada. Həm də o qabaqdan bir dənə postun boşluğu, meşəyə atmağımız, heç kimin səsini çıxmamağı bizi rahatlaşdırıb nisbətən. Və elə bilir ki, yəni o qədər heç kim yoxdur bu yanlarda, çıxıb gediblər, qaçıblar. Gəldik ora çatanda artıq deyir ki, yəni artıq sursat istifadə eləməyək, 3 nəfər atsın. O qədər rahatlaşmışıq. 3 nəfər dedik şok atəşi eləsin. Şok atəşi elədik. 3 nəfər elədik, qutardıq. Heç kim yoxdur. Kəs atışı, heç yarımsız saxladıq. Ki, girək, arama-tarama eləyək. Elə bir addım atmışdıq ki, təsəvvür eləyin, atdılar gülləni. Yəni, başladılar bizə atəşə tutmağa. Yəni, Allaha qurban olum, həqiqətən sanki orada bizim üçün tam başqa cür bir vəziyyət yaranmışdı. Yəni, Allah özü eləmişdi. Orada biz oraları tanımırıq, ömrü boyu görməmişik. Yəni, o düşmən bizdən yaxşı tanıyır. Təsəvvür eləyin, orada qayadan özümüzü sola tərəf atdıq. Belə bir, yəni 1 metrdən də az, 90 cm, 80 cm enində bir
yol kimi, bir cığır kimi bir post deyək, səngər, daşdan, qayadan. Düşdük hamımız ora, başladıq artıq atışmağa ermənilərlə. İkinci altılıq hazırlatdırmışdıq, hansı ki arxamızdan gələn birinci bizdən dərhal sonra o altılıq gəldi, sonra heyət gəlirdi. Onlar da elə atışma səsi eşidən kimi, onsuz da səsi eşidən kimi qaçıb gəldilər. Çatlar başladıq bunlarla atışmağa. Mən ən sol tərəfdə olduğumuz, yəni qabaqda idim deyə, yəni avtomatik necə deyim sizə, sola düşürəm. Düşmən sağımızda olduğu üçün avtomatik mən sola düşmüş oldum. Solda mən də atışlarım, yəni bizdə hamıda zaten atış çox güclü, mükəmməl səviyyədə. Çünki bizim atış məşqlərimiz həddindən çox olur deyə, yaxın döyüş cəhd atış bacarığımız, həm istər uzaq məsafəli atışlar olsun, yəni bizdə yaxşı idi. Mən atışım 800 metrdə mənim hədəf vurduqlarım var, təsəvvür eləyin. Və hətta bunu da qeyd edeyim ki, Türkiyədə məsələn mən kursda olanda Türkiyədə verilən bütün mərmilər məndə hədəfdə olmuş. Yəni bir dənə mərmi belə kurs boyunca qıraqda olmamışdı, bütün mərmilər. Bir sözü qoyub digərinə keçirəm, üzrlü sayın. Deməli 2 güllə atmışdım, 50 metrdə onlarda atış var. 2 güllə atmışdım, gedib müəllim baxıb demişdi ki, 1 güllə hədəfdədir. Demişdim ki, mümkün deyil də, orada elə bir şey ola bilməz. Dedi 200 metrdə at, əgər atışa baxacam, görüm yaxın olsa, biləcəm ki, bu güllələr bir-birinin içindən keçib. Dedim, problem yoxdur. 200 metrdə atdım, təsəvvür 200 metrdə 2 cm ara ilə dəymişdi güllələr. 200 metrdə. Və ondan sonra gəldi, həqiqətən də yazdırdı mənim qiymətimi ki, orada 2 güllə dəymişdi, onda 50 metrdə. Belə, yəni döyüşdə, indi onu demək istəyim, nəyə görə bunu misal çəkdim atışımı? Təsəvvür eləyin, solunda bir 5-10 metrliyimdə düşmən qaçır. Qaçır dərhal. Bizdə düz atışdır, yəni tək atış yoxdur. 2 güllə attım, yıxıldı yerə. Yıxıldı yerə, sol təmiz qışqırdım uşaqlara. Sol təmiz ki, soldan rahat olsunlar. Nəsə, bu tərəfə doğru atıram, bir də gördüm, nəsə qaraltı dəyir təzdən gözümə. Yəni, vurduğum insan təzdən durqası, bilmirəm, yəni, yaralanmışdımı, ya naqolniklə mi dəymişdi, ya ümumiyyətlə dəyməmişdimi. Çünki, yəni, onu demək istəyəm ki, o cür atışım ola, mən onu vura bilməmişəm sonra. Deməli, döyüşün ab-havası tamam başqa cürdür. Yəni, orada bu sərbəstçilik yox. Təsəvvür durdu, qaçanda artıq bilirəm harada qaçdığını. Dedim ki, yatdığı yerə gördüm. Dedim ki, o qalxanda vuracam. Bir 20-30 metr aralanıb zaten. 5-10 metrdən biri yatırdı yerə. Qalxan kimi vurdum. Elə orada da qaldı, söz yox. Sadəcə, yəni, birinci onu deməsə, 5 metrdə vurduğum adam, yəni ki, sərras ata bilmədim. Yəni, ona görə könüllülərə mən belə sanasın, ona görə deyirəm ki, yəni, bunlar mənim qədər atış eləməyiblər. Bizim 1%-imiz qədər atış eləməyiblərsə, yəni, bunlardan o dəqiqliyi gözləmək də biraz absurd idi. Ona görə onlardan çox şey düzdür. Yenə deyirəm, içlərində şəhidləri çoxdur, hədsiz, hansı ki, səfərbərlikdən gələn qardaşlarımız. Yəni, mərd idilər. Azərbaycanlı qan axırsa onun damarında zaten mərddir. Onun başqa söhbəti yoxdur. Sadəcə heyif ki, bacarıqsız, yəni silah atış cəhətdən bacarıqsız idilər. Çox heyif. Ona görə çox itkimiz oldu. Yəni, hamı xüsusiyyətli qüvvələr gücündə olsaydı, hamı ən azından bir komanda gücündə olsaydı, vallah bu qədər şəhidimiz yəqin ki, olmayacaqdı. Nəsə, oradan onu vurandan sonra vururuq da belənsə. Bizdə bir gizir var idi, hansı ki, qabağına həmin o andan danışıram. 5-6 metrlikdə döyüşürük, üzbəyüz döyüşürük. O, həmin bayaqçı dediyim postdan. Təsəvvür gizirin qabağına qombara düşüb. Yəni, bunun çıxış yolu yoxdur da. Yəni, qumbara 1 metrliyinə düşüb, heç cür. Təsəvvür, üzüm belə tutub ki, yəni, heç olmasa üzüm salamat qalsın, evə gedəndə üzümü görsünlər. Baxır ki, partlamır, 3 saniyə, 5 saniyə keçib partlamır, belə baxdı ki, çekasını çəkməyiblər də, yəni, qoruyusunu çəkməyiblər. Götürdü həmin qumbaranı, həmin elə o atan insanın üstünə atıb, yəni onu partladı, mayor idi özləri məni. İndi o gizir yəqin ki, bizi izləyir, xidmətdə adını çəkmirəm. Yəni, belə, sonra bir zabit yoldaşımız var idi, o təsəvvür 5-10 metrlikdən döyüşürük, bu 2 metr bizdən qabaqdadır, biz deyək üstünlükdür də bunda. Bizə deyir ki, qumbarları atın mənə, mən buradan atım, yaxındır ora. Elə deməklə bütün qumbarları atdıq üstünə, təsəvvür 20 dənə qumbar üstünə getdi. O vəziyyətdə belə bir, yəni biz gülürdük. Yəni bizim üçün həqiqətən düzdür ki, heç kim deyə bilməz mən qorxmamışam, çəkinməmişəm. Çünki o qorxu ki var, o qorxusuz insan dəli də deyirlər. Qorxu olur insanda, sadəcə qorxunu ram eləmək lazımdır, ona güc gəlmək lazımdır. Mənim bir qardaşımla qısa bir diyaloqum var, hansı ki biz İsmailiyədə təlimdə olanda evə gəlmişdik, xidmətə qayıdırdıq, taksidə idik. Qayıtdım, dedim ki, bir dəfədə belə bir şey olacaq, dedim ki, indi İsmailiyyə gedirik də, bilirsən. Dedim, amma bir də belə bir şey olacaq ki, İsmailiyyə getməyəcək də. Hələ döyüşdən 1-2 ay əvvəl danışıram. Dedim ki, ola bilər ki, bir də görərsən döyüşə gedirik də, bəs İsmailiyyə getmirik. Dedim ki, qardaşım, mən bilirsən, 4 ildir buradayam.
Yəni necə danışıram, sizə də elə danışıram, inanın səmimiyyətimə. Dedim, yəni mən 4 ildə xüsusiyyəti qüvvələrdəyəm. Yəni belə bir yaxşı pis, necə deyim, insanıq da, intizamsızlıq da olur, hansısa bir işi vaxtına eləyə də bilmirsən. Amma yəni heç kim mənə nə şəxsi tərbiyəmdən, nə də ki qorxaqlığımdan kiminsə qarşısında, necə deyim sizə, qorxaqlıq göstərməmdən danışa bilməz. Heç vaxt öyle bir şey olmaz. Dedim ki buna, dedim, yəni bir dənə onu fikirləş ki, yəni sənin qardaşın 4 ildə oradadır və heç bir söz gəlməyib də bizə. Çalış adımızı batırma dedim. Dedim qorxma. Görün kimə qorxma demişəm, hansı ki öz qumbarası ilə düşmən səngərinə tullanan oğlana qorxma demişəm. Həmişə o sözə görə özümü bağışlaya bilmirəm fikirləşəndə, amma yəni Allah şahid ki, mən onu o mənada deməmişəm. O heç qorxmaq, çox qorxmaz insan idi, həqiqətən. Qorxmaq deyə bir şey onun lüğətində yox idi. Sadəcə, yəni insanıq da bir məsləhət verəndə və normalda ona qorxma deyəndə o qədər şey dəliqanlı adam idi, həqiqətən. Ona qorxma heç kim deyə bilməz o. Sən kimsən ki, amma mən o söz deyəndə hiss elədim ki, bu sakitcə mənə qulaq asır və reaksiyada sərt reaksiya vermədi və belə başını elədi ki, qardaşım narahat olma. Həqiqətən də yəni üzümüzü qara eləmədi. Nə bilim, Allah biraz o mövzuda danışanda tutuluram istərsənə. Çünki həm bir insanla qardaş olasan, həm döyüş yoldaşı olasan, həm kursant yoldaşı olasan, 1 il bir məktəbdə olmuş, mən 4-cü kursanda 1-ci kurs olub və sonra haqqında belə danışasan, amma ciddən ölməyib, ölsəydi belə rahat danışa bilməzdim. Ölməyib deyə rahat danışa bilirəm haqqında ki, yəni belə bir igid qorxmaz oğullarımız var idi, içə Əmrah daxil. Orada harda qalmışdım, davam edeyim. Deməli, bunlar haradasa bir 10 nəfər, 15 nəfər, bizə hansı ki az görsənirdilər biz müşahidə eləyəndə. 5-10 nəfər deyilmişdi. 15 nəfər rahat orada, yəni leşləri var idi. Amma hələ qaçanları da var idi içlərində. Biz getdim bunların arxasıca, getdik, bir xeyli getdik, yəni elə oldu ki, birini təsəvvür eləyin, uca qaçırdılar. İndi çatdığımızı vura bilirdik, çatdırmadığımızı qaçırdılar, gedirdilər. Vurdum, orada biraz sıldırımlı meşədir, çox sürüşkəndi. Vuran kimi silahı düşdü, özündən çox aralı getdi, yəni özü də 200 metr sürüşdü, elənsə qaldı. Getdim, durdum başının üstündə ki, görüm, nəsə deyirmi, bir söz eşitmək istəyirəm də, bunda nəsə desin mənə. Gördüm, baxır, heç nə demir. Yəni, belə-belə gözlərini belə-belə eləyir. Yəni, alnından vurdum 2 güllə. Elə düz başının üzərində durmuşum. Yəni, bunu da əyilib çiynindən qopartdım. Yəni, çox pis iyi gəlirdi onlardan həqiqətən. Yəni, bizim şəhidlərimiz, Allah rəhmət eləsin, təkrar deyirəm, bir gözəl qoxu gəlirdi onların üzərindən. Bəlkə çox yerdə eşitmişsiniz. Həqiqətən də, yəni, bu mümkünsüz bir möcüzədir də, bunun izahı yoxdur. Amma onlardan yəni elə bir qəribə gəlirdi ki, vallah deyirəm, yəni əyilib bunu qopardana qədər mən təsəvvürən orada hətta bir qəribə oldum ki, yəni bu nə qoxu idi də belə. Amma əyilib qopartmışam, üzərimdə daşıyamamışam. Yəni bunun kimi çoxu var, söz yox, amma yəni sırf bunu nişan kimi götürmüşəm ki, bəzi yerlərdə göstərə bilim. Budur, əlişim məsələn. Amma oradan sonra təsəvvürən bir 150-200 metr, 300 metr irəlilədik, qovduq bunları. Sonra artıq ehtiyac yox idi. Onsa qaçırlar. Qayıtdıq, gəldik, elə o mövqedə möhkəmləndik. Ondan sonra arxadan gələn qüvvə də bizə qoşuldu. Nə bilim, ümumiyyətcə biraz bir növ sakitçilik oldu, belə deyə. Həmin gecəni orada qaldıq. Gecə həm könüllülər, 702 hərbi qulosları falan, hamımız bir yerdə. Orada gecəni orada qaldıq, sonra səhər durduq, öz heyətimizdən başladıq irələməyə və hansı ki gedib öz bölmələrimizə qoşulacaqdıq. Orada təsəvvür eləyin, Hadruta ilk deyimdə girən heyətdən olmuşuq biz. Biz gedib Hadruta çatanda təsəvvür eləyin, hələ yəni Hadrutda insanlar var idi. Yəni mən oradan təxliyə olunam da qardaşıma görə, hansı ki qardaşım şəhid olandan sonra məni təxliyə elədilər 2 gün sonra. Hələ də erməni var idi Hadrutun içində. Təsəvvür eləyin, ayın 9-u Hadrut alındı, səhv etmirəmsə. Mən ayın 14-ü təxliyə olmuşam. 5 gün sonra yenə də mənə ermənilər oradan hansısa snayperlə falan atırlar. Mən tək təxliyə olunmuşam deyə. Düzü komandir mənə bildirmiş ki, sən bütün sursatın üzərində qalsın, çünki təhlükəli yerlə gedirsən, gəldiyin yolda tanıyırsan, tanıyırdım deyə. Gəldim yola, təzədən
yoldan gəldim, çatdım, təxliyə olunum. Nə demək istəyirəm? O Hadruta biz getdik, girdik, təsəvvür edin, o əsir tutulub təhvil verilən qadın var idi. Onu ilk mən görmüşəm, yəni ki, evin içində. Hətta dedim ki, yəni bu necə bir insaniyyətdir də, çünki qapının üzərinə bağlamışlar darvazanı. Düz o çıxış eləyəndə baxmışam, o videosunda deyir ki, Azərbaycan əsgərləri nə bilim, nəsə istəyirdilər məndən falan filan, amma inanın ki, biz sadəcə yəni yazığımız gəlirdi ona. Qapının darvazanı belə, evin qapısını belə bağlı üzərinə getmişdilər. Yəni bunu bizdə heyvana eləməzlər, ona eləmişdilər. Tutub təhvil vermişdik. Orada Azərbaycanda gəldi, çatdırdı, bu çıxış falan eləmişdi həmin qadın. Nə demək istəyirəm? Oradan biz təsəvvür edin, gəldik, çatdıq. Hələ bölmələrimizə qoşulmamışıq. Öz MTT bölmələrimizdən, arxa təminat bölmələrimizdən, bu yaralı olub qayıdan heyətlə, onlarla gedirik təzədən irəliyə doğru. Gəldik, hansı ki, bayaq da qeyd elədim, bizi ayırmışdılar ki, hansı ki, digər bölmələri gətirib bizə çatdırmaq üçün bizim mövqelərə. O bizə bələdçi heyəti deyirdilər, bələdçilər edik biz. Elə oldu ki, bələdçi heyətini ayrıca qrup kimi fəaliyyətlərə göndərdilər. Bizi də onda ayırdılar, məsələn, biz 6 nəfər, onda Hadrutun içərisindən deyirəm, hətta yenə də yaşayanlar var idi orada. Hələ əvvəlini danışıram, yəni təxliyə olmağımı danışıram. Oradan getdik yuxarı, deməli, Vəng tərəfdə meşəliyi var, orada sıx meşəlik. Orada yerləşdik. Təsəvvür edin, yəni ermənilərin postları vardı, görürdük biz orada. Sadəcə elə sakit yerləşmişdik ora ki, yəni ancaq bizim işimiz orada kəşfiyyat məlumatı ötürmək idi. Və yəni kəşfiyyat məlumatı ötürmək, kəşfiyyatçı üçün yəni kəşfiyyat məlumatı ötürmək elə çətin bir şey deyil. O qədər sakit, nə qədər istəyirsiniz qala bilərik biz. Təsəvvürən orada xidmət göstərdik. Ayın 11-i idi, yoxsa 12-si. Oktyabr ayının 12-si. Mən gec-gec zəng gelirdim ümumiyyətcə evə. Məndə ümumiyyətcə biraz, necə deyim, biraz o şey yoxdur da, yəni hər dəqiqə zəng gelin falan. Narahat eləmək istəmirdim və yaxud narahat olmaqlarını istəmirdim. Hər dəfə zəng gələndə deyirdim ki, salamatçılıqdır, narahat olmayın. Zəng eləmişəm evə ki, bəs salamatçılıqdır, narahat olmayın. Məndən 2 dəqiqə sonra təsəvvür, 2 dəqiqə sonra qardaşıma görə zəng eləyib deyiblər ki, bəs belə bir şeydir. Yəni, evdəkilərdə də bu fikir yaranıb ki, Orxan bilir yəqin, ona görə bu vaxtı zəng elədi. Halbuki mənim xəbərim olmayıb söhbətdən də, yəni ki, qardaşımın şəhid olması xəbərindən. Mən bir də artıq təsəvvür eləyin, ondan bir gün sonra bir də mən zəng eləyirdim də. Mən ayın 13-ü zəng eləyəndə onda bildim vəziyyəti. O da dəqiqliklə mənə daha açıq demədilər, qardaşım şəhid olub. Sadəcə dedilər ki, yaralıdır, gəl. Mən də dedim ki, mən yaralı olanda qardaşım gəlmişdim evə, gəlməmişdi. Mən də gələ bilmərəm. Sonra orada bildirdilər ki, yəni vəziyyət elə deyil də, gəl. Ondan sonra artıq mən yuxarıdakı komandirə bildirdim. Öz üzərimizdə olan komandir var idi. Ona bildirdim. O hərbiçi komandirə deyəndən sonra hərbiçi komandir deyir ki, ilk uyğun, burada biraz qarışıqlıqdır, Hadrutun içərisindədir, mərkəzdədir onlar. Qarışıqlıqdır, qoy biraz ara sakitləşsin, mən xəbər eləyəcəm, gəlib düşər, təxliyə olunacaq, o təxliyə olunmalıdır. Gəldim, bir xeyli gözlədi, harca 4-5 saat axşamüstüyə kimi gözlədik, sonra axşam düşürdü artıq, gəldik. Gəldim hərbiçi komandirin yanına, hərbiçi komandir dedi ki, sən qoy gecəni qalıb orada bizlə, səhər təxliyə olunarsan. Aşağıda dərə tərəf var idi, ora düşdüm, gecəni orada qaldıq. Təsəvvür eləyin, səhər açıldı, durub, yəni bilsin, hər şeydə bir hikmət var da, hər bir işdə. Durdum ki, artıq gedəcəm də, təxliyə olunacam, oradan düşüb yola, yoldan da öz gəldiyim yoldan qaydacaqdım dala. Hərbiçi komandir mənə tapşırmış ki, bütün silah sursatın üzərində olsun. Ki, sən təxliyə olunursan, sənin qarşıda kimsə çıxa bilər. Təsəvvür eləyin, mən durduğum yerdən, imeni durduğum yerdən, hansı ki, oturub gecəni kesilmişdik, oradan durub yola düşmüşəm, 2 dəqiqə sonra həmin yerə minamyot düşmüşdü və orada şəhidimiz də olmuşdu, hətta adı yadımda deyil. Düz, uşaqlar sonra bildirdilər ki, düz sənin oturduğun yerə düşüb təsəvvür edin mərmi. Yəni 2 dəqiqənin söhbəti. Mən artıq çıxdım, gəldim, gələndə mənə atırdılar, snayperlər, zadlar. İndi o, necə deyim sizə, adam orada hiss edir həqiqətən ki, görürsən vurulur. Və o formada dərələrlə filan gizdin, gəlib çatdım öz bölmələrimizin yanına. Hansı yola çıxandan sonra artıq arxa tərəfdə demək olar ki, öz bölmələrimiz idi. Onları görəndən sonra da rahatçılıqla qayıdıb gəldim. Hadrutun hansı ki, o bizim döyüşdüyümüz yüksəklik var idi, ora gəldim, çatdım. Ondan sonra təxliyə elədilər məni arxaya, oradan da qayıdıb gəlmişəm evə.
Qardaşıma görə arsa bir 10 gün döyüşdən ayrı qaldım, belə deyək. Ondan sonra gəldim, yenə qoşuldum bölmələrə. Birinci xeyli müddət mənə şeydə saxladılar, Beyləqanda bizim ehtiyat qüvvələri falan var idi, yaralılar falan. Mənə göndərmirdilər qabağa. Sadəcə yəni bildirdim ki, mən getmək istəyirəm falan. Yəni mən belə qala da bilmirəm də, burada da qala bilmirəmiş orasıdır. Düzdür, yəni səmimi demək lazımsa həqiqətən məni üzbəüz döyüşə salmadılar ondan sonra. Yəni ancaq və ancaq arxa təminatla göndərirdilər, nə bilim, arxadakı şəxsiyyətlə harasa gedirdim, bunu eləyirdim, o yaralını çıxardırdıq belə, amma yəni sırf döyüşə ondan sonra demək olar ki, mənə buraxmadılar. Çox qardaşlar var idi ki, hansı ki, qardaşları şəhid olanlar vardı, yanımdaydılar və onlar da istəyirdilər, eyni qaydada can atırdılar ki, yəni biz burada qala bilmirik də, qalmamızın mənası nədir zaten? Yəni şəhidsə, bizim 2 qardaş şəhidimiz var, məsələn, Əsgərli İntiqam, Əsgərli Nurlan Aprel döyüşlərin şəhiddir, Əsgərli İntiqam Vətən müharibəsi qəhrəmanı bizim bu döyüşlərin şəhiddir. Yəni bizim onlardan əskiliyimiz və yaxud da artıqlığımız yoxdur. Sadəcə qayda, qanun elə idi ki, icazə verilmədi. Ona görə ancaq dediyim kimi o formada oldu ki, arxa təminat olaraq ondan sonra başladım. Hətta mən Daşaltıya qədər getmişdim, hansı ki, yenə deyirəm, yəni üzbəüz döyüşə yox. Daşaltıya qədər getmişdim, amma orada belə bildirdilər ki, siz zaten Şuşa fatihisiz, sizin Şuşanı almış kimi şəxslərsiniz və hətta dedilər ki, yəni bura gələn heyət narahat olmasın. Yəni siz Şuşada olmuş bir şəxslərsiniz sanki. Bizim, hətta mənim özümün də Şuşa medalım var. Ümumiyyətlə Cəbrayıl, Xocavənd, Kəlbəcər, Şuşa rayonlarının medalları var məndə. Belə, yəni ümumi olaraq döyüş haqqında fikirlərim bu qədər. Qardaşınız haqqında nə deyə bilərsiniz? Qardaşım haqqında, vallahi hər dəfə danışanda deyirəm ki, onun haqqında hardan başlayıb, hardan qutacağımı bilmirəm. Ona görə çox çətindir mənim haqqında danışmaq. Amma yəni onu ən yaxından tanıyan bir insan olaraq yəni deyə bilərəm ki, həqiqətən bu insan şəhidlik üçün doğulmuşdur. Düzdür, heç bir insan öz qardaşına deyə bilməz ki, bu insan şəhiddir. Amma yəni mən onun üzündəki o nuru görmüşdüm. Yəni kimə absurd görsənə bilər, saxta görsənə, amma mən həqiqətən sağlığında bilirdim ki, bu adi nur deyil. Yəni onun şəkilləri də var məndə, sizə təqdim eləyəcəm inşallah. Yəni həqiqətən o insanın üzünə baxanda bilirsən ki, bu sadə insan deyil. Bu sadə insan ola bilməz. Və deməli belə bir kiçik bir nüans var. Biz uşaq olanda yadıma gəlir. Mən məktəbi çox yaxşı oxuyurdum və jurnalist olmaq istəyirdim hətta. Yəni qardaşıma atam sual verdi. Atam 2011-ci ildə rəhmətə gedib. Allah ölənə rəhmət eləsin. Bizə sual verdi ki, kim nə olacaq böyüyəndə? Bu şablon sualda hamıya verilir. Mən qayıtdım dedim ki, jurnalist olacağam və yaxud dedim, nəsə dedim də belə bir şey yadıma gəlir. Əmrah isə məndən də uşaq idi, 2 yaş balacaydı. Qayıtdı dedi ki, dedim mən əsgər olacağam. Qarabağı mən alacağam dedi. Təsəvvür eləyin. Həmin vaxtda hamımızın zarafat kimi qəbul elədiyi söz və bir də döyüşdən çox qısa bir müddət əvvəl belə bir dialoq olub. Düzdür, söz olaraq hamımız deyirdik şəhid olmaq. Çünki şəhidliyin zirvəsini hamımız bilirik. Onun burada şübhəli bir şey yoxdur. Sadəcə bu insan o qədər çox istəyirdi şəhid olmaq ki, təsəvvür eləyin, bu təlimdən gəlib evə, dayım buna baxıb ki, deyir, mənim dediyim o nur ki var idi, deyir, elə bir şey gördüm ki bunu, yəni o qədər əzəmətli bir insan gördüm, deyir, qarşımda. Mənim bacım oğludur da, deyir, bu insan, tanıyıram. Deyir, amma elə bunu yüksəklikdə gördüm. İçimdən deyir, gəldi, qayıtdı buna dedim ki, mən səni çox yüksəkdə görürəm də, sən belə getməyəcək də, nəsə çox yüksəkdə olacaqsan. Qayıdıb dedim ki, deyir, sən general olasın. Təsəvvür edin, bir cümlə kimi qayıdıb fırlanıb, dayıma qayıdıb cavab verib ki, general nədir dayı, mən şəhid olacam. Birbaşa dediyi sözü təsəvvür edin. Yəni, bir insan şəhidliyini bu qədər dəqiqliylə və yaxud necə deyim, bilərmi və yaxud bilsiz necə? Şəhidlik ucadır, uca zirvədir, ora hər adam çata bilmir. Bundan hamımız razılaşırıq. Sadəcə ona can atmaq söhbəti var. Məsələn, mən bir addım atanda 10 dəfə fikirləşirdim. Bəlkə tək olsam, mən bilirdim ki, məsələn, mən şəhid olsam, mənim anam heç cür, yəni Əmrah onu eləyə bilmir, mənim elədiyimi elə bilməyəcək. Bunu bilirdim. Nə də ki, kiçik qardaşım elə bilməyəcək. Amma ona görə mən arzulamırdım Allahdan şəhidliyi. İstəmirdim. Nə qədər zirvə olsa belə, mən deyirəm ki, mən salamat qayıdım evə.
Yəni bir addım atanda ona görə heç vaxt düz yenə qorxaqlıq göstərməmişəm. Heç bir addım olmayıb ki, mən orada yoldaşımdan geri qalam. İrəli verdiyim yoldaşım da olsa, o nəyinəsə görə hörmət eləyib onu irəli vermişəm. Ki, mən də heç vaxt nə taborun arxasında gəlməmişəm, nə bölmənin. Həqiqətən, döyüş boyunca, yəni döyüşdüyüm gün müddət ki var idi, hansı ki, o oktyabrın 14-nə kimi, 12-nə kimi həmişə qabaqda olmuşam. Baş kəşfiyyatçı rolunda olmuşam, xəritəni bildiyim üçün də həmişə də qabaqda getmişəm və narazılıq eləməmişəm. Döyüşdə fərqi yoxdur, qabaq, arxa. Elə vaxt oldu ki, çıxırdıq, arxadakı təminatda olan heyət minametora düşürdü, orada şəhid oldu. Yəni, burada fərqi yox idi. Sadəcə nə demək istəyirəm? Yəni, qardaşımla bağlı, həqiqətən, mən bilirəm ki, o şəhidliyə layiqli olan idi. Ona görə şəhid oldu. Əks halda belə asan deyil şəhid olmaq. O qədər insan var şəhidliyə arzusu. Yəni, döyüşdən 2 gün sonra gəlib avariya, qəzaya düşüb, ölənlər oldu sizlərində. Hansı ki, şəhid olsaydı kəşki. Yəni, Əmrah haqqında, yenə deyirəm, mən üçün Əmrah və yaxud Mirzəyev Elmar və yaxud Hüseynli Əmrah və yaxud Abbasov Elcan, Abbaslı Arif, Mustafayev Nurlan, bunların fərqi yoxdur mənim üçün. Çünki həqiqətən də hamısından çörək kəsmişik, hamısından deyib gülmüşük, hamısından qardaş olmuşuq. Mənim üçün qardaşdılar, hamısı. Zaten şəhid ondan sonra Əmrah mənim qardaşım deyil ki, sizin hamınızın qardaşıdır. Digərləri də eyni qaydada. Yəni, belə. Necə oldu? Harda şəhid oldu? Nə vaxt şəhid oldu? Qardaşım Hadrutda şəhid olub. Hansı ki, mən həmin vaxtda Hadrutun dediyim kimi sizə daha dərinliyində olmuşam. Sadəcə bizim işimiz onda kəşfiyyat məlumatı götürmək olub. Ona görə, amma Əmrah Ceyl, onlar arama-tarama elə gəldilər. Və həmin vaxtda da onlar 3 maşına pusqu qurublar. Kapitan Səmədov İsmailgilin qrupu olub, Əmrah. Orada pusqu qurublar. 2 maşın məhv olub, tamamilə məhv ediblər. 3-cü maşının şəxsiyyəti düşüb qaçıb Səngərə. Elə Əmrah da həmin Səngərdə şəhid olmuşdu. Deməli, yəni mən düzdür, özüm orada olmasam belə, yəni döyüş yoldaşlarının dediyindən və yaxud son ən axırıncı bir reportaj var, onu təqdim edəcəm sizə. Vətən müharibəsi qəhrəmanı danışır orada Əmrah haqqında. Yəni, şəhid İslamov Bəxtiyardır, Leytenant Əkbərov Əmrahdır. Bir də bir gizirimiz var, onun adını çəkir ki, bunlar öz qumbaralarını çəkib düşmənin üzərinə atırlar. Yəni, o qədər atışıblar ki, yəni, sursatlar üzərində qalmayıb, son anda artıq Səngərə, yəni qumbarasını çəkib özlərini atıblar Səngərə. Belə şəhid olublar. Yəni, bu da yenə deyirəm, həqiqətən də bu asan bir şey deyil. Bu şey can bizə bir dəfə verilir. Bu oyun deyil, başqa bir şey deyil ki, 5 dəfə ölüb təzədən diriləsən. Bu canı belə sevə-sevə, necə deyim, öz istəyinlə, öz şuurlu şəkildə vətən üçün vermək, yəni çox asan bir şey deyil, həqiqətən. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həqiqətən hamısının özlüyündə qəhrəmanlığı var. Əmrahın da elədiyi, yəni burada izaha ehtiyac yoxdur. Bu hərəkətin bir dənə adı var, qəhrəmanlıq. Hər nə qədər, yəni o vətən müharibəsi qəhrəmanıdır və yaxud digər milli qəhrəmanıdır, o verilməsə belə, yəni bizim gözümüzdə, Allah qatında o qəhrəmandır, başqa bir adı yoxdur. Bayraq ordeni verilib qardaşım bu arada, 6 medalı var, amma yəni belə. Qaldı ki, Əmrahı ifadə eləmək mümkünsüzdür sözlə, həqiqətən çox cəsarətli olan idi. Kurs vaxtı eyni qayda fərqlənib həmişə. Yəni, fiziki cəhətdən çox güclü uşaq idi, çox dəhşət və bir də qaynayan idi, yəni sakit yerində duran deyildi, heç vaxt sakit durmazdı. Ona görə döyüş vaxtı fərqlənib həqiqətən. And içirlər, uşaqlar danışırlar ki, biz döyüşürük, təsəvvür çiyin-çiyinə döyüşdüyümüz var, bir də ayılırdıq ki, Əmrah artıq o postun üzərindədir, başının üzərindən atır kiməsə, təsəvvür eləyin. Belə danışdı, 2-3 dənə belə epizod var ki, konkret 2-3-ün vurub, axırıncısını da gedib ayağını qoyub sinəsinin üstündə darağı boşaldıb başına. Hansı ki, mən bayaq dedim sizə, 2 güllə vurmuşum alından, bu darağı boşaldıb üzərinə. Yəni, belə bir çox vətən sevdalısı adam idi. Zabit idi, xüsusən qüvvələrin leytenantı idi. Və Mübariz İbrahimov, Allah rəhmət eləsin, o çox dəhşət pərəstişkarı idi. Bilirsiniz necə? Düzdür, hamımız onun, belə deyək də, pərəstişkarı yox, nə olsun gizirdi, mən zabitəm. Sadəcə, yəni, elədiyi şücaətin qarşısına, yəni burada rütbə söhbəti ola bilməz. Sadəcə Əmrah da eyni qayda, dəhşət çox istəyirdi, bağlı idi mübarizə və bir videosu var, onu da təqdim edəcəm sizə. Orada deyir, ölərək mübariz kimi, o formada bir şey. Bir də bir sözü var, onu şəkillərdə də yazıb, şəkillərində döyüşdən çox əvvəl yazıb ki, vətən üçün veriləcək canın yoxdursa, onda sus.